Dəstəmazda üstümə su sıçrasa necə olar? Əlhəmd yoxsa əlhəmd? Vələddallində bad hərfi neçə hərfdir? Qiblədən azacıq dönsəm nə olar? Məlik sözündə hansı k hərfidir? Kələm yoxsa karton? Birdən iynə ucu qədər yuyulmayan yer qalsa nə olar? Tez-tez mənə bu cür suallar verir, məqsədim tənqid deyil, əsla. Gözəldir, bu suallar verilməlidir də. Belə insanlar bəzən qorxurlar. Məsələn, səcdəyə gedərkən gözümü yumum, yoxsa açıq saxlayım, rükuda hara baxım, birdən əsnəmək tutsa məni nə edim? Bir sözlə, yəni birdən elə şey edərəm ki, Allah qəbul etməz. Bu sadəcə vasvasalıqdır. Obsessiv-kompulsiv pozuntu. Əslində bu pozuntunun səbəbi din deyil, psixoloji durumdur. Nələrsə səbəb olub ki, adam vasvası olur. Bu heç. Məsələn, siz görmüsünüz ki, sədəqə verərkən kimsə vasvası olsun, birdən az verər amma, birdən niyyətim xalis olmaz, qoy biraz da artıq verim desin, yaxud birdən Allaha layiqli bəndə olmaram deyə fəlsəfi teoloji düşünsün. Niyə bu vasvasalıq bəsit dəstəmaz, qüsul, qiraət kimi şeylərdə təzahür edir? Dəstəmaz bitir, namaza keçir. O bitir, qiraətə keçir. İnsan bir cümləni 5-6 dəfə deyir. Birdən qəbul olunmaz. Sən əminsən ki, zahirən düz alsan da qəbuldur. Gəlin sizə daha ağır qəbul şərti deyim. Hədisdə deyilib ki, namazından sənə çatan yalnız qəlbinin Allaha üz tutduğu qədərdir. Yəni namazda nə qədər huzur-i qəlb halında olmusansa o qədər qəbuldur. Huzur-i qəlb yəni qəlbin iştirakı. Bəsit izah edim. Çay içirsən məsələn. Sən isə bu zaman atanı, ananı, əflatun dayını, siyasi xəbərləri, gələcəkdəki qlobal istiləri düşünürsən. Halbuki sən hal-hazırda sadəcə çay içməlisən. Tam fərqindəlik halında sadəcə çay içməlisən. Namazda da belə olmalıdır. Təkbirlərdən salamlara qədər sən sadəcə namaz qılmalısan. Tam fərqində olaraq qəlbin iştirakı ilə. Hədisdə deyilib, bəzən bəndənin namazının yalnız kiçik bir qismi, 3də biri, ya 4də biri və ya 6da biri, yəni namaz qılanın Allaha üz tutduğu qədəri dərgaha yüksələr. Allah qəflətdə olana bir şey verməz. Məsələ aydın oldu mu? İynənin ucu, bad hərfinin tələffüsü, rükuda əlimi necə qoyum, gözəldir bunlar. Amma daha çətin mərhələ var. Sualı bir daha verim. Sən əminsən ki, fiqhi qaydalara tam riayət etsən, namazın mütləq qəbuldur? Ya diqqət edəcəyin başqa məsələlər də var ki, onlar daha zəruridir.